Deməli, bu funksiyanın təpə nöqtəsi 0,2 nöqtəsindədir. Çünki burada m 0-dır, n 2-dir. 0,2 nöqtəsində nə deyəndə, bax, təpə nöqtəsi buradadır və bu V şəkilli bir qrafikdir. Yəni, A-sı da müsbət olduğu üçün qolları yuxarıdır. Ona görə də burada y-in ala bildiyi ən kiçik qiymət 2 olduğu üçün bu funksiyanın qiymətlər çoxluğu 2-dən müsbət sonsuz olur. Yəni, 114-ün cavabı Y bəndi olur. Səndə idi də, Qafar? Sən nə yazmışdın bana? A. Bana bu mənfi 2-ni necə ala bilər ki? Yəni, moduldan ən kiçik 0 çıxar, üzərinə də 2 gəlsən, 2 eləyər. Yəni, burada y-in 2-dən kiçik qiymət alması mümkünsüzdür. Sonra. Ama 117 deyilsin bayaqlarım. Sən də... Hə. Ona qədər sual olan. 120. Deməli, bu funksiyanın qrafik üzü aşağıdakilərdən hansı doğrudur? O x oxuna nəzərən simmetrikdir, səhvdir. O y oxuna nəzərən simmetrikdir, səhvdir. Koordinat başlanğıca nəzərən simmetrikdir, bəli. Niyə? Y bərabərdir x kubu üzərində. Sən x-ə 1 verəndə, 1 olmasın, 2 verəndə 8 alırsansa, mənfi 2 verəndə mənfi 8 alırsan. Yəni, bu funksiyanın qrafiki üzərində yerləşən nöqtələr koordinat başlanğıcına nəzərən simmetrik olurlar. Koordinat başlanğıcı, yəni O nöqtəsi deməkdir. Ona görə cavab olur C bəndi. Sonra 26 deyilmişdir. Deyir, bu funksiyaların qrafikləri koordinat başlanğıcına nəzərən simmetrikdir. Bunlar simmetriyalar burada verirlər. Əslində biz simmetriyanın növbəti dərsdə keçəcəyik. Deməli, bunlar koordinat başlanğıcına nəzərən simmetrikdirsə, biz bunu bilməliyik ki, koordinat başlanğıcına nəzərən x, y nöqtəsi ilə simmetrik olan nöqtə mənfi x, mənfi y-dir. Yəni, mən gətirib bu verilən misalda həm x-in, həm də y-in yerinə əksini yazsam, mənfi y bərabərdir, mənfi 2x minus 3 eləyər və hər tərəfi də mənfi 1-ə vursam, oldu y bərabərdir 2x plus 3. Bax, bu funksiya bizim axtardığımız funksiyadır. Yəni, k-sı 2, b-si 3 olacağı üçün k-nın, b-nin cəmi 5 eləyir. Cavab olur Y bəndi. Yəni, 126-cı sualda olur Y. 27. Bu funksiyanın qiymətlər çoxluğu. Valla, funksiyanın qiymətlər çoxluğu funksiyada y-in ala biləcəyi qiymətləri göstərir. Bu funksiyada da görürük ki, y oxu üzrə y-in ala bildiyi ən kiçik qiymət mənfi 5-dir. Y oxunda qrafikin ən böyük qiyməti 7-dir. Yəni, bu şəkildə verilmiş funksiyanın qiymətlər çoxluğu mənfi 5-dən 7-yə kimi təsvir olunubdur. Yəni, ən kiçik mənfi 5 təsvir olunubdur y oxu üzərində, ən böyük də 7. Bu olur bunun qiymətlər çoxluğu. Və biz mənfi 5-dən 7-yə kimi ədədləri cəmlədikdə, mənfi 5-dən 5-ə kimi olanların cəmi 0 eləyəcəyi üçün əlimizdə qalır 6 üstə gəl 7, yəni 13. Cavab olur B bəndi. Deməli, 128. 128-də deyir ki, şəkildə y bərabərdir x kvadratı minus 2x üstə gəl 2m minus 1 funksiyasının qrafiki o x oxunu A və B nöqtələrində kəsir. O, B, yəni O nöqtəsindən B-yə qədər olan məsafə O, A məsafəsindən 2 dəfə böyük olarsa m-i tapın. Biz buradan nə anlamalıyıq? Bu funksiyanın qrafikinin x oxu ilə kəsişmə nöqtələrinə x1, x2 desək, əgər buradan bura qədər olan məsafə bu məsafədən 2 dəfə böyükdürsə, biz deyə bilərik ki, məsələn, x1 nöqtəsinin koordinatı mənfi k-dırsa, x2 nöqtəsinin koordinatı 2k-dır. Yəni, bu məsafəni k ilə işarələdim. Bu məsafəni 2k ilə. x1 nöqtəsi də 0-dan solda olduğu üçün koordinatı mənfi olmalıdır. Yəni, onun koordinatı mənfi k-dır. x2 nöqtəsinin koordinatı da 2k olmalıdır. Yəni, məsələn deyirəm, nümunə olaraq deyirəm. Məsələn, bura mənfi 4-dürsə, bura müsbət 8 olur. Çünki 0-dan mənfi 4-ə qədər məsafə 4 vahiddir. Amma 0-dan 8-ə qədər məsafə 8. Yəni, ondan 2 dəfə çoxdur. Məsələn deyirəm. Aydındır mı? Sadəcə nə demək istədiyimi aydınlaşdırmaq üçün nümunə göstərdim.
İndi biz yuxarıdakı tənliyə baxsaq, Viet teoreminə görə onun köklərinin cəmi 2 eləməlidir. Yəni mənfi k ilə 2k-nın cəmi 2 eləməlidirsə, k 2-dir. Yəni biz əldə elədik ki, bu tənliyin köklərindən biri mənfi 2, digəri müsbət 4-dür. Bəs biz m-i hardan tapırıq? Köklərin hasilindən tapırıq. Çünki Viet teoreminə görə köklərin hasili sərbəst həddə bərabərdir. Köklərimiz də artıq bəllidir. Mənfi 2 ilə 4-dür. Buradan alındı mənfi 8 bərabərdir 2m minus 1. Keçidik bu tərəfə mənfi 7 bərabər 2m. M də bərabər mənfi 3/5. Yəni sualın cavabı olur D bəndi. Bu biraz şagirddən düşünmək tələb edir ki, əlaqələndirə bilsin. 129 da bunun payıdır. Sadəcə orada birinə mənfi k, bu birisinə də 3k deyəcəyik. O şəkildə həll edəcəyik. Aydın oldu sualınıza. 130. Bəli. Bir balaca yenə şagirddən qaydaları bilməklə yanaşı düşünə bilməkdə tələb edir. Bax, deyir ki, burada C müsbətdir. C müsbətdirsə, bunun Y oxunun kəsmə nöqtəsi yuxarıda olduğu üçün cavabımız C və D ola bilməz. C ilə D-ni qoyduq qırağa. A, B, Y haqqında düşünəcəyik. İndi bizə deyir ki, bu funksiyada A ilə B-nin cəmi sıfırdır. Bana A ilə B-nin cəmi sıfırdırsa, iki ədədin cəmi nə vaxt sıfır olur? Ya onlar sıfır olsun ki, burada ola bilməzlər, ya da bir-birinin əksi olsun. Yəni, ya A müsbət B mənfidir, ya da A mənfi B müsbətdir. Bu ikisindən biri olmalıdır. Bunu da biz qrafiklər üzərindən araşdıraq. Deməli, A-da və B-də. İndi, A mənfidir, halı daha çox üstünlük təşkil edir. Görək hansı halda B müsbətdir. A variantındakı şəkilə baxaq. A variantındakı şəkilə görə A-mız mənfidir. B mənfi 2AM olduğu üçün M mənfidir. A mənfidir. Onda belə çıxır ki, B burada necədir? Mənfidir. Bu bizim şərtə uyğun gəlməz. Çünki bizdə A ilə B əks işarəli olmalıdır. Biri mənfi, biri müsbət. B variantındakı şəkili araşdırdıqda isə görürük ki, A mənfidir, B müsbətdir. Çünki burada M sağda olduğu üçün müsbət ədəddir. Ona görə B-nin qiyməti müsbət olur. Yəni bizim axtardığımız sualın cavabı olur B bəndi. Aydın oldu. Yəni bunu artıq siz özünüz araşdıra bilməlisiniz ki, bu A ilə B-nin cəmi sıfırdırsa bu bizə nə demək istəyir burada? Sonra 33. Bu funksiyanın qrafiki bu nöqtədən keçirsə. Çox gözəl. Funksiyanın qrafiki hər hansısa bir nöqtədən keçirsə qapar. Həmin nöqtənin koordinatları o tənliyi ödəməlidir. Yəni, sən aparıb x-ə mənfi 2-ni verəndə y-in qiyməti 9 eləməlidir. Bəli, nə fərq var? Axıra qoy 9-u, qabağa qoy 9-u. Yəni, k vurulsun mənfi 2 üstə gəl 25 bərabər 9. Bu kvadrat yaddan çıxdı. Deməli, 8 çıxılsın 2k üstə gəl 25 bərabər 9. Mənfi 2k bərabərdir mənfi 24. K bərabərdir 12. Yəni, bizim tənliyimizdə məchul olan k-nı müəyyən elədik. Bax, bu oldu bizim parabolamız. Məsələ olmaq üçün 9-u görməzdən gəlmişsən. Belə başa düşdüm ki, sənin üçün 9 görünməyibdir. İndi qaldı ki, bunun təpə nöqtəsi M-lə N-i tapmaq. M bərabər mənfi B bölü 2A olduğuna görə 12 bölünsün 4-dən mənfi 3 və N-i tapmaq üçün düstur yerinə mənfi 3 aparıb X-in yerinə qoymaq mənə daha səmərəli gəlir. O da eləyir deməli 18 çıx 36 üstə gəl 25. Yəni 7. Bu parabolanın təpə nöqtəsi mənfi 3, 7 olduğu üçün koordinatlarının cəmi də 4 eləyir təpə nöqtənin. Aydın oldu. Yəni qeyri-adi bir sual deyil əslində. Sonra 32. Deməli 132-də deyir ki, düzbucaqlı koordinat sistemində təsvir olunmuş ABC bərabəryanlı düzbucaqlı üçbucağında C nöqtəsinin koordinatlarını tapın. Burada heç bir funksiyadan söhbət getmir. Sadəcə koordinat sisteminə bələd olmağımızdan söhbət gedir. Deməli, bu bir bərabəryanlı düzbucaqlı üçbucaqdır.
Biz başa düşürük ki, bu B nöqtəsinin ordinatı 9 olduğu üçün AB katetinin uzunluğu 9'dur. Onda AC katetinin uzunluğu 9'dur və A nöqtəsinin apsisi 2'ye uyğun gəldiyi üçün C nöqtəsinin apsisi 11 olmalıdır. C nöqtəsi x ox üzərində olduğu üçün 11, 0 olacaq. Sadəcə koordinat sistemi barədə bir sual. Yəni burada funksiya dərsinin heç bir əlaqəsi yoxdur. Sonra 38 deyəsən eşitdim. Oraya qədər var. 37. Müəllim, Bəli. ekran paylaşa bilərsiniz. Hələ indi yadıma düşdü ki, mən bir saat ekran paylaşmamışam. Bəli Şahin, paylaşmamışammış. Yazımdan çıxıb qoşulandan sonra təzdən. Yox, hələ sualım yoxdur onsuz da. Birazdan var. Deməli, neçə dediniz? 37 deyirdin sən. Bəli, mənim bayaqlarım verdiyim sualın sadə variantı və keçən dəfə biz bundan danışmışdıq. Ay bala, iki nöqtədən keçən düz xəttin tənliyi, y-lərin fərqi böl x-lərin fərqi. Bunları bilməlisiniz, imtahana düşür. Y1, Y2, X2, Y2 hansıdır fərqi yoxdur. Məsələn, mən B-ni, A-nı X1 və Y1 qəbul edirəm, B-ni X2 və Y2. 4-dən çıxıram mənfi 2-ni, yəni Y-lərin fərqi, bölünsün X-lərin fərqi. Eləyir 6 böl 4, 1/5. Nədir bu sualda qaranlıq qalan bala? Qayda vərəqində yoxdurmu səndə düz xəttin bucaq əmsalı nədir? 2 dərs nədən danışırıq? Kitabda yoxdurmu? Yoxsa hesablaya bilmirsən? Onu hesablaya bilmirsən. Ne olur? Mən danışana bir cavab verirəm. Sonra 38. Bu funksiyanın təyin oblastı. İzah elədik ki, təyin oblastı funksiyada x-in ala biləcəyi qiymətlərə deyilir və kvadrat kökün mənasının olması üçün hər zaman kökün altında gördüyüm ifadə böyük bərabər 0 olmalıdır. Əgər bu kök məxrəcdə deyilsə. Məxrəcdədirsə bərabərlik götürə bilmərik. İndi biz bunu bir dənə mənfiyə vura bilərik. Bu zaman amma işarəni dəyişirik. 2x-i çıxardaq mötərizə xaricinə. İntervallar üsulu ilə həll eləmək üçün hər bir vuruğu 0-a bərabər edək. Ədəd oxu çəkib intervallar üsulu ilə işarələri müəyyən edək. Götürdüm. 4,5-dən böyük bir ədəd. Məsələn 5. 5'i bura qoysam müsbət, bura qoysam müsbət. Müsbət, mənfi müsbət gedəcək. Çünki heç bir vuruğun üzərində kvadrat yoxdur. Bizim də sualın cavabı bu aralıqdır. Amma bizdən nə istəyir? Tam natural qiymətlərin sayı. Bu aralıqda neçə natural ədəd var? Sayı istəmədi. 138-də sayını istəyir. Cavab olur 4 dənə. 1, 2, 3, 4. Cəm istəsə 10 olardı. Sən cəm yazmışsın. Sonra buyurun. 140. Deyir, bu parabolanın təpə nöqtəsi ilə apsis oxunu kəsdiyi nöqtələrin birləşməsindən alınan üçbucağın sayısı. Maraqlı bir sualdır. Bu funksiyanın təpə nöqtəsi. Bu funksiyanın təpə nöqtəsi n bərabərdir. Mənfi b böl 2a düsturuna görə 1. N isə mənfi 1 üstə gəlir ki 15-dən etdi 16. Yəni bunun təpə nöqtəsi 1, 16. Bunu müəyyən etdik. Apsis oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 verdik. Burada da bir dənə mənfi 1-ə vurduq. Bu kvadrat tənliyin kökləri 5 ilə mənfi 3 oldu. Yəni bu demək ki, bunun apsis oxunun kəsmə nöqtələri də bu iki nöqtədir. Aydındır bunlar. İndi bunları yadda saxlayaq, gələk bu nöqtələri. Deməli, tutaq ki, bura mənfi 3, 0 nöqtəsi, bura 5, 0 nöqtəsi, təpə nöqtədə 1, 16 nöqtəsi də burada olsun. 1, 16. Bu üç nöqtəni birləşdirsə, təbii ki, bir üçbucaq əmələ gələr. Üçbucağın sahəsi tərəf və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısıdır. Burada A və C nöqtələri arasındakı məsafə neçə vahiddir? 8. 5-dən mənfi 3'ü çıxırıq. AC olur 8.
Yaxşı, mən bu B nöqtəsindən bura endirdiyim hündürlük neçə santimetrdir? 16. Yəni buradakı hündürlüyümüz oldu 16. Onda bu üçbucağın sahəsi 2'də 1 vur 8 vur 16 edir 64. Aydın oldu. Yəni bu da parabola ilə qarışıq bir maraqlı sual. Sonra buyurun. (42) Maraqlı suallar veriblər. Sualın funksiya ilə heç bir əlaqəsi yoxdur. Sahə və bir də ki, bu düz xətlərin çəkilməsi ilə əlaqədardır. Bax, x bərabər mənfi bir düz xətdir. Yəni, x oxunu mənfi birdə kəsib keçən düz xətdir. X bərabər mənfi bir düz xətdir. Y bərabər mənfi 2 düz xətdir. Tutaq ki, budur. Bax, y bərabər mənfi 2-dən keçir. X bərabər 3 düz xətdir. Bu x bərabər 3 düz xətdir. 3-dən keçir. Və y bərabərdir 4 düz xətdir. 4-dən keçir. Bu xətlərin arasında qalan bir düzbucaqlı yarandı. Biz bu düzbucağının sahəsini tapmalıyıq. Bu düzbucağının bir tərəfinin uzunluğu 6 vahiddir. Bax, buradan bura 6'dır. Çünki mənfi 2 ilə müsbət 4'ün arası 6 vahiddir. Bir tərəfinin uzunluğu isə mənfi 1 ilə 3'ün arası olduğu üçün 4 vahiddir. Ona görə də bu düzbucağının sahəsi 6 vur 4 edir 24. 24 səhv çıxdı. Neçədir bu? 142. çıxıb. Güvəndə səhvlər olur, amma bu deməkdir ki, elə hamısı səhv çıxacaq. Sonra. Buyurun. 144. 144'ü verməmişəm bəyəfəndi. Vermişəm yoxsa? Verməmişəm. Bu mürəkkəb funksiyadır. Bunu 10-cu sinifdə keçirik. Bu güvən o qədər də fikir vermir. Elə bütün sualları qoşur bir yerə. Əslində qeyri-adi bir şey deyil. Xeyr, bax, o izah edeyim, amma lazımınız deyil. Nəyə izah edeyimsə də onu da bilmirəm. Deyir ki, FJ2'ni tap. Sən FJ2'ni tapmaq üçün birinci J2'ni bilməlisən. Ona görə aparıb Jx funksiyasında x'in yerinə 2 qoyursan 4 eləyir. Bu mötərizənin qiyməti 4 elədiyi üçün indi aparıb fx funksiyasında x'in yerinə 4 qoyursan eləyir 47. Başa düşdün? Nəyə başa düşmədin? Yəni yazılıb fj2. Sən fx funksiyasının qiymətini hesablaya bilmək üçün birinci j2'ni bilməlisən. J2'ni bilmək üçün də jx'də aparıb x'in yerinə 2 qoydum. Elədi 4. Xeyr, bax, yazmışam da j'nin yerinə 2 qoydum. J'nin yerinə 2 qoyanda bunun qiymətini tapdım ki 4 deməkdir. Ondan sonra da fx'də aparıb x'in yerinə 4 yazdım. Yəni bu mürəkkəb funksiyaların 10-cu sinifə aiddir. Yəni bunu görməyəcəyik biz 9-cu sinif imtahanlarında belə bir sual. Amma yenə də deyək də nə fərq var. Sonra. Buyurun ay bala, suallarınızı soruşun. 45. Bu düz xətlərin kəsişmə nöqtəsindən və A nöqtəsindən keçən düz xəttin bucaq əmsalı. Maraqlı bir sual. Yəni sualı biraz qatırlar bir-birinə. Bu nöqtələrin bu iki funksiyanın kəsişmə nöqtəsi. Bala, bunların kəsişmə nöqtəsini tapmaq üçün bunlardan düzəltdiyimiz tənliklər sistemini həll edə bilərik. Yəni x, y tapmaqda məqsədimiz. Və yaxud y əvəzləyərik ikincidə birincidə yerinə qoyaraq və yaxud birincidən x əvəzləyib ikincidə yerinə qoyaraq heç bir fərqi yoxdur. Yəni biz bu iki funksiyanın ortaq nöqtəsini axtarırıq. Məqsədimiz ondan ibarətdir. 5x bərabər 15, x bərabər 5. 3, 5 nə idi? 3. 3'ü aparıb mən birincidə yerinə qoysam, 3 üstə gəl 2y bərabər 5'dən y bərabər 1 alıram. Deməli, mən müəyyən etdim ki, bu iki funksiyanın kəsişmə nöqtəsi 3-1 nöqtəsidir. Düzdür mü? Bu olsun O nöqtəsi. Bir də mənə A nöqtəsi verib və deyir ki, bu iki nöqtədən keçən düz xəttin bucaq əmsalıdır. Bu iki nöqtədən keçən düz xəttin bucaq əmsalı y-lərin fərqi bölünsün x-lərin fərqinə görə mənfi 2 eləyəcək. Yəni, sual 2 mərhələdə belə deyək. Sonra 47. Bu düz xətt ilə bu parabolanın bir ortaq nöqtəsi var. Deməli, bunların bir ortaq nöqtəsi varsa, yəni mən bunların
Hə? Heç bir əlaqəsi yox. Bu ikisinin bir ortak nöqtəsi var ay bala. Bu ikisinin bir ortak nöqtəsi varsa, yəni bunların bir kəsişmə nöqtəsi var deməkdir. Biz bunların kəsişmə nöqtəsini tapmaq üçün bunları bərabərləşdirdik. Alındı bir kvadrat tənlik. Keçdik bu tərəfə, belə bir kvadrat tənlik. Deməli, bu kvadrat tənliyin bir kökü olmalıdır. Yəni, diskriminantı 0 olmalıdır. O da bizə b kvadratı minus 4ac verir. Yəni 36 çıxılsın 4k üstə gəl 8 bərabər 0, mənfi 4k mənfi 44, k bərabər 11. Bu tənliyin bir kökü olmalıdır ki, onların bir ortak nöqtəsi olsun da. Bax, məsələn, mən bayaq sualcamda sual vermişdim. Bir parabola vermişdim. Ha, burada. Bir parabola vermişdim, bir xəttli funksiya. Bunları biz bərabərləşdirdik, kvadrat tənliyi əldə elədik. Bu kvadrat tənliyin iki kökü olduğu üçün biz də iki dənə kəsişmə nöqtəsi tapdıq. Amma gəlib o kvadrat tənliyin diskriminantı 0 olub bir kök olsaydı, biz bir dənə kəsişmə nöqtəsi tapacaqdıq. O kvadrat tənliyin diskriminantı mənfi olsaydı, biz heç bir kəsişmə nöqtəsi tapmayacaqdıq. Sonra başqa bu son 3 dənə sualdan 149. Bu nöqtədən keçən bayaqki sualın tayda. Yəni bu sualda sizi qəlizə, çətinə salan nə var? Bax, Asiya, nə problem yaşamısan bu sualı işləyəndə? Hə? Ümumiyyətlə işləmədi sualı. Hə, nədir problemin bəlkə? Yəni 1,8 nöqtəsindən keçirsə, deməli x-ə 1 verəndə y-in qiyməti 8 olur. X-ə 1 verəndə y 8 olur. 3 çıx m üstə gəl 17 bərabər 8, mənfi m bərabərdir mənfi 12, m bərabər 12. M-i tapdım. Yəni, bizim funksiyanın tənliyi 3x kvadrat minus 12x plus 17-dir. Deyir ki, bunun təpə nöqtəsinin koordinatlarının cəmini tapın. Bunun təpə nöqtəsi m-dir. M-in düsturu mənfi b bölünsün 2a olduğu üçün 2 tapıram. N-i də m-i tapdığım üçün aparıb x-lərin yerinə qoyaraq da hesablaya bilərəm. N-in öz düsturu ilə də hesablaya bilərəm. Deməli, o da elədi 12 minus 24 üstə gəl 17, yəni 5. Bu o deməkdir ki, bizim parabolanın təpə nöqtəsinin koordinatları 2, 5-dir və koordinatların cəmi də 7-dir. Heç bir sualın canlı olmadı sənin bana. 150. X oxunu kəsdiyi nöqtələr arasındakı məsafə bala. Funksiyanın qrafikinin x oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 verirsən. Y-ə 0 verdin. Aldın bir kvadrat tənlik. İstər viyetlə, istər diskriminantla bu tənliyin köklərini tapaq. Onlar mənfi 6 və 2 olsun. İndi, bax, bu parabolanın x oxunu kəsmə nöqtələri bunlardır. Mənfi 6 və 2. Səncə bu iki nöqtənin arasındakı məsafə nə qədərdir? Nədir indi problemi? X oxu ilə kəsəndə nə demək lazımdır bilmirsən? Yoxsa ədəd oxundakı iki nöqtə arasını seçə bilmirsən ki, neçə vahiddir? Yaxşı, nəyi başa düşməmişdin də? Sən sabah imtihana gelib gələndən sonra başa düşməyimizin nə xeyrimiz olacaq ki? Bu belə. Gəldik dimə. Keçən dəfə nədə qalmışıq? Yox, 124'ü vermişdim keçən dəfə. İndikində vermiş olacağım 124 yəqin ki. Bəli. Deməli, 127 sual idi. Yoxsa yox? Bilmiyorum. Yaxşı, keçən dəfə ki.
127. Deməli, parabolanın müxtəlif yazılış formaları var. Onlardan da biri onun təpə nöqtəsi göstərilməklə yazılış formasıdır. Yəni bu formada. Bizə verilən şəkildəki parabolanın təpə nöqtəsinin koordinatları 1 mənfi 1. Bu onun təpə nöqtəsidir. Apsis 1-dir. N ordinat mənfidir. Yəni bu M-dir, bu N-dir. Onda belə çıxır ki, bu parabola A vurulsun x minus 1'in kvadratı minus 1'dir. Sən nə deyirəm? Mən orada izah edirəm, sən buralara arası baxırsan. İndi və biz A-nı tapmaq üçün bu y oxu ilə kəsişmə nöqtəsi olan 0 mənfi 2-dən yararlanırıq. Yəni biz x-ə 0-ı verdikdə y-in qiyməti mənfi 2 eləməlidir. 0 çıx 1 mənfi 1 kvadratı 1 elədi. Buradan da A-nın mənfi 1 olduğunu aldıq. Yəni bizim sualın cavabı y bərabərdir. Mənfi 1 vurulsun x minus 1'in kvadratı minus 1. Yəni D bəndidir. Sonra sən necə verdin? 39, sən 38. 38. Bu parabola yalnız mənfi qiymətlər alır. Aha, bax, bunu mən sizə bərabərsizlik dərsində izah elədim, amma orada indi tam olaraq anlaya bilmirdik paraboladan başı çıxmayanlar üçün. Parabolanın, qolları aşağı bir parabolanın, çünki A-sı mənfidir, şəkil verilən misala baxsaq A mənfidir. Qolları aşağı olan bir parabola o zaman ancaq mənfi qiymətlər alar ki, o absokunu kəsməsin. Yəni bu parabola absokunu kəsməyib, aşağıda qaldığı üçün y-in qiymətləri ancaq mənfi olacaq. İndi bu parabolanın da x oxunu kəsməməsi üçün nə olmalıdır? Bəli. Çünki bu x oxunu kəsməməsi mütləqdir. Çünki kəssə, bax parabola, x oxunu kəssə, həm yuxarı keçdiyi üçün müsbət qiymətlər ala bilər, həm aşağıda qaldığı üçün mənfi qiymətlər ala bilər, həm y oxunu kəsdiyi üçün 0 ala bilər. Bu parabolanın hər zaman, yəni A-sı mənfi olan bir parabolanın hər zaman mənfi qiymət almasının şərti D-sinin mənfi olması. Yəni, onsuz da qolları aşağıdır da, bunu görürük. Diskriminantı mənfi olmalıdır. Burada da diskriminant B-nin, yəni x-in əmsalı burada B-4'dür. Çıx 4, A-mız mənfi 1'dir, C-miz mənfi 9'dur. Bu kiçikdir 0 şərti ödənməlidir. B-4'ün kvadratı minus 36 kiçikdir 0. Bu gedir kvadrat bərabərsizliyə gedir çıxır. Qoy açıq şəkildə yazın. Bu da 6'nın kvadratıdır. B-4 minus 6, B-4 plus 6 kimi vurgulara ayırsam, çünki əvvəl-axır mən bunu intervallar üsuluna gətirəcəm. Aldım belə. Hər bir vurğu sıfıra çevirən qiymət hesablandı. Ədəd oxu üzərində bu nöqtələr qeyd edildi və bölündü aralıqlara. Ondan böyük bir ədəd, məsələn 11'i qoysam, burada müsbət edir, burada müsbət. Müsbət, mənfi, müsbət. Bizə mənfi aralıq lazım olduğu üçün deməli B mənfi 2 ilə 10'un arasında olmalıdır. Yəni cavabımız olur E bəndi. Aydın oldu. 39'u deyirdin Talib. Bax, sənə deyir ki, 139'da y bərabərdir k bölünsün x funksiyası və y bərabərdir kx plus b düz xəttinin hər ikisi mənfi 6, 4 nöqtəsindən keçir. Deməli, sən birinci funksiyada k-nı tapmaq üçün imkan yaranıbdır. Yazırsan k böl mənfi 6 bərabər 4, k bərabər mənfi 4. Düzdür? X-in yerinə qoydun mənfi 6, y-in yerinə qoydun 4. İndi x-i, y-i, k-nı gətirib hamısını bura qoyub b-ni tapa bilərsən. Y, yəni 4 bərabərdir. K vurulsun x, üzərinə gəl b. 4 bərabərdir. 144 üstə gəl b. B də nəyə bərabər olacaq? Mənfi 140'a. Deməli, b bəndə olacaqlar bizim sualın cavabı. K mənfi 24, b mənfi 140. Aydın oldu. Sonra 160'a qədər sualı olan 148. 140. Hə?
Valla biz keçən dəfəki dərsə baxırıq. Sən niyə bu dəfəyə keçmirsən? Hə, biraz nə? Ağlın başında deyil. Sən bilirsən. Hə, bu 148 yarımlar keçən dəfə burada deyirdim ki, bunu niyə yaza bilmirsiniz? Bax, ay mütalib. Deyir ki, bu funksiyanın qrafiki absis oxunu A0 nöqtəsində, ordinat oxunu 0B. Bir dəfə x və y-in yerinə A və 0 qoyarsan, yazarsan A böl 3 üstə gəl 2 bərabər 0. Mənfi A böl 3 bərabər mənfi 2 A6 oldu. Bir dəfə də x-in yerinə 0, y-in yerinə də B yazarsan. Mənfi 0 böl 3 üstə gəl 2 bərabər B. Bu da B-nin 2 olduğunu göstərir. Deməli, A6, B2 olduğu üçün cəmi də eləyir 8. Aydın oldu. Yəni, burada qeyri-adi bir şey yoxdur əslində. Yəni, əslində bunu belə yerinə qoymaqla bərabər tənlikləri həll edib də nəticələri çıxara bilərik. X oxu ilə kəsişəndə Y-ə 0 verib tənliyi həll eləyərdin. Tapardın ki, nədir? Y oxu ilə kəsişəndə X-ə 0 verəndə 0,2 eləyir. Deməli, 0B 0,2-yə bərabər olmalıdır. Yəni, B-nin yerində 2 durur. Sonra, başqa nə qalmışdı keçən dəfədən? Yoxsa qutardı? Qutardı. 150'ni də yəqin ki vermişdim, yoxsa verməmişdim. Buraları vermişdim. 150'ni yazmamış olarsan sən. Keçən dəfəki tamammışsın. Bəli. Mən bilirəm, nə yazamamışdım. Deməli. Mənfi 1, mənfi 5. Bax, bu bir xəttli funksiyanın y bərabər kx plus b-nin qrafikidir. Bu qrafikin y oxu ilə kəsişmə nöqtəsi 0, mənfi 5'dir. Yəni, y oxu ilə kəsişmə nöqtəsi 0b olduğu üçün biz açıq aydın deyə bilirik ki, b-imiz mənfi 5'dir. Yəni, bu kx minus 5'dir. Sonra, bunun x oxu ilə kəsişmə nöqtəsi mənfi 1, 0 olduğu üçün biz x-ə mənfi 1'i verdikdə y-in qiyməti 0 olmalıdır. Bu da mənfi k bərabər 5, k bərabər mənfi 5'dir. Nə istəyir bizdən? B çıxılsın 3k. Yəni, mənfi 5 çıx mənfi 15. Sualın cavabı olur 10. Aydındır mı? Bu sualdan bir neçə dəfə burada ara sıra təkrarlanıbdır bu sual. Güvəndə də var idi bu sualdan, burada da var idi. Çünki xəttli funksiyaya aid verilə bilən sual tiplərindən biridir imtahanlarda. Bu belə. Bu oldu keçən dəfəki. Bunu bu dəfəki